Süni intellekt sənayesində investisiya və şirkət dəyərlərinin sürətli artımı yeni milyarderlərin yaranmasına səbəb olub. Yenavaz.com Forbes nəşrinə istinadən xəbər verir ki, hazırda süni intellekt sahəsi ilə əlaqəli 86 milyarder mövcuddur və onların ümumi sərvəti 2,9 trilyon dollar təşkil edir. Bu milyarderlərin 45-i yalnız son bir ildə bu statusu qazanıb. Sənayedəki sürətli artım böyük investisiya raundları və şirkət satın almaları ilə müşahidə olunur. Yanvar ayında Elon Musk'ın rəhbərlik etdiyi SpaceX şirkəti xAI startapını 250 milyard dollara satın alıb. Eyni zamanda Anthropic şirkəti 380 milyard dollar dəyərində maliyyələşmə cəlb edib. Fevralın 27-si isə Sam Altmanın rəhbərlik etdiyi OpenAI 110 milyard dollarlıq yeni investisiya raundu elan edib və şirkətin bazar dəyəri 840 milyard dollar olaraq qiymətləndirilib. Yeni milyarderlər arasında ən varlısı 18 milyard dollar sərvətlə Edwin Chen hesab olunur. Onun qurduğu Surge AI şirkəti süni intellekt modelləri üçün məlumatların etiketlənməsi ilə məşğuldur və Chen şirkətdə 75%-dən çox paya sahibdir. Siyahıda ikinci yeri 9,1 milyard dollar sərvətlə Liu Debin tutur. O, açıq mənbəli AI modelləri hazırlayan ZAI şirkətinin həmtəsisçisidir. Üçüncü yerdə isə 7,6 milyard dollar sərvətlə Daniel Nadler qərarlaşıb. Onun yaratdığı Open Evidence platforması həkimlər üçün süni intellektlə işləyən tibbi axtarış sistemi təqdim edir. Bu il siyahıya daxil olan bəzi sahibkarlar süni intellektin tətbiq qatında çalışan şirkətlər sayəsində varlanıb. Məsələn, Qasar Ionis və digər sahibkarlar tərəfindən qurulan Applied Intuition şirkəti AI texnologiyası yalnız avtonom avtomobillərdə deyil, ümumilikdə nəqliyyat sistemlərində tətbiq etməyə çalışır. Bundan başqa Vibe Coding, yəni süni intellekt köməkçilərinin iştirakı ilə proqram yazılması sahəsində fəaliyyət göstərən startapların qurucuları da yeni milyarderlər sırasına qoşulub. Bu şirkətlərə Cursor, Lovable, Sierra, Harness və Cognition daxildir. Ümumilikdə Forbes siyahısında olan 468 texnologiya milyarderinin ümumi sərvəti artıq 4,8 trilyon dollara çatıb ki, bu da ötən illə müqayisədə 1,1 trilyon dollar çoxdur. Artımın böyük hissəsi Elon Musk, eləcə də Larry Page və Sergey Brin kimi texnologiya nəhənglərinin sərvətinin artması ilə bağlıdır. Bundan başqa Jensen Huang'ın rəhbərlik etdiyi Nvidia şirkətinin səhmlərinin yüksəlməsi onun sərvətini 55,3 milyard dollar artırıb. Bununla belə ekspertlər süni intellekt bazarında texnoloji köpük riskinin də mövcud olduğunu bildirirlər. Tarixdə oxşar vəziyyət bulut texnologiyaları sektorunda müşahidə olunub. Hazırda süni intellekt şirkətlərinin böyük hissəsi əsasən özəl investorlar və venture fondları tərəfindən yüksək dəyərləndirilir.